Yalan ayaklarımlar olsun. Sağ ol. Sana kurban olun. Sağ ol. Allah sana rahmet eylesin. Sağ ol. Yani 30 yıl ayrılıktan sonra bizi vatanımıza koy. Sağ ol. Sana Çok kurban sağ olun. ol. Kime Sağ ol. durduktan durasan. Sağ ol. Sana kurban olun. Kurban olun sen. Sağ ol. Sağ ol. Sağ ol. Aziyet çekiyor. Halkın bu milletin aziyetini çekin. 24 saatin 4 saatini yatırın inanın. İnanın. Şu ses çıkış elgende. Siz yedinli dünyada başçısız ki yüzüne okumadan bütün dünyanın zəbt müşavirədə iclas keçirirsiniz. Hamısını beyninizdən erir. Bu her prezidentin Ben çapı. demiştim ki sizi kaytaracağım. Kaytardın, sağ ol. Kaytardım. Şahit necə? Hoşunuza gelir. Çok yüksek seviyede. Önemli gördüler işler miqyası kadar büyük. Tam sadalama oldu. Laçin şəhərində gördünüz də. Necə də gözəl. Ay cəmaət, vallah biabır olmuşuq. Bu oğraş İlham Əliyevin yalanları bizi boğaza yığıb. Adam nə qədər yalan danışar, adam nə qədər basıb bağlayar. Cənab prezident, bəs deyirdin ki, Qarabağda vəziyyət gül kimidir. Bəs deyirdin ki, Qarabağa köç gedir, Qarabağda cəmaət kef eləyir, Qarabağda cəmaət xoşbəxtdir, iş yeri tapıb, işləyir. Həyatdan həzz alır. O de, Türk blogeri təsadüfən gedib çıxıb Laçına və Laçın cəmaatını danışdırıb. Ay millət, Laçın cəmaatı qan ağlayır. Oradakı sakinlər deyir ki, cəmaat bu kənddən qaçır Bakıya, qayıdır Bakıya. Niyə? Çünki Laçında yaşayış yoxdur, iş yeri yoxdur, yaşamaq olmur. Və bütün dərdlərini həmin o Türk blogerinə danışırlar. Türk blogeri də bu videonu YouTube'da yayır. İlham Əliyev, bu videoya diqqətlə bax. Bax gör, sən necə oğraş, əxlaqsız, şərəfsiz adamsan. Bu millətə ancaq yalan danışırsan. Sənin analogu olmayan inkişafına şəxsən Mehman Hüseynov tüpürsün. Laçin yazıyor. Orada manzara var muhtemelen. Bak görüyor musun? Evet, Acı yazıyor. bir yerden sonra nereden I love Laçin. Laçin'i size gösterelim dedik. Tabii ki yol üstünde başka şeyler varsa onları da göstereceğiz size bolca. Karabağ küçük bir bölge ama bayağı gezdik. Selamünaleyküm. Nasılsınız? Hoş geldiniz. Hoş bulduk. Türkiye'den geldik. Hoş geldiniz. Nasılsınız? İyi misiniz? güldü mikrofondu bu. Kaç kişi yaşıyor Laçin'da? Bəli. Kaç kişi yaşıyor burada? Kaç baş? Neçə adam? Vallahi ailə çoxdur, amma Laçını elə qaçırdıblar, heç ailə zət qalmayıb. Bir 10-15 dənə məni kimi qoca sınıq salxaqlar qalıb. Okay. İnanmırsan gedək qapıları döyək. Yox. 2000-dən yuxarı əhali köçürülüb. Bir sual verən yoxdur ki, ay nümayəndəlik. Niyə bu cəmaatı qaçırdırsınız? Hani Laçının əhalisi? Alimi, akademiki, professoru. Niye kaçıyorlar? Ne oldu? İş vermirlər, güc vermirlər, cəmaatın balalarımız qalıb çöldə. Hoş gəlmisiniz, hoş gəlmisiniz. Xahiş edirəm bunu canlandırın. Şimdi insanlar Bakü'ye mi gidiyor çalışmaya? Bir də qayıdır yerinə. Cəmaat biz yaxşı bir iş yeri, yurt yeri tapıb çörəyin qazanırdı. İndi bu deyə balalarım qalıb ortalıqda. İşdən çıxardıblar, alladıb töküblər bizi bura. Ha sen. Bəli, Sen nereden geldin amcam? Bakıdan. Bakü'den geldin. Bəli, İşten Bakıdan. mi çıkarttılar? Yox, mən pensiyaya çıxmışam. Pensiyon. Oğlum gəlib məni saxlamağa. Ha. İndi də o cavanların hamısını işdən çıxardıblar. Ha. Hə, iş qutarıb, iş yoxdur, pul yoxdur. Allah Allah. Və bura yığışanlar ixtisasına uyğundur, Bakıdan gətirdilər. Bura Laçın cəmaatı üçündür. Evet. Qıraqdan gəlməli deyil. Gəlsin, əgər bilmirlərsə gəlsin. Amma Laçının alimi var, akademikləri, professorları, yaxşı insanları, mərd adamları. İndi hanı qardaş? 2000-dən yuxarı əhali köçüb bura. İndi gedək qapıları döyək. 15 dənə məni kimi sınıq salxaq qalıb. Qocalar qalmışıq burada. Ha, az çok kişi yok. Ama gelir ya, daha şimdi inşaat var yeni. Xeyr, inşaat zat yoxdur, hamısı bağlayıb çıxıb. Bitti. Bitib çıxıb gedib. Deyib bu evləri çək, xahiş edirəm. Yarımçıq qalıb. Hamısı. Gedirsən deyir, narahat olma düzələcək. Ha bu yola verməklə deyil o. İnşallah düzelir. İnşallah. İnşallah. Bak geliyor senin abi şey. Çox sağ ol. Ambulans. Minnətdarım. Çok- Xahiş edirəm bunu ışıqlandırın. Qoyun bu nümayəndəlik bir görsün ki, burada cəmaat nə gündədir. Tamam.